Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə evdən kənar bir vloq paylaşacağım. Uşaqlara uzun müddət öncə söz vermişdim ki, sizi gəzməyə aparacağam və bugün axırı ki uşaqları gəzməyə aparıram. Bilirsiniz ki, Mehrin də biraz xəstəlik keçirtdi. Neçə vaxt idi ki, evdə idi. Nə məktəbə, nə kursa, nə gimnastikaya heç yerə getmirdi. Elə iynə, dərman filan. Evdə çox darıxırdı. İnansız bütün günü divanın üstündə ancaq televizora baxmaqla məşğul idi. Ona söz vermişdim ki, sağal, düzəl, səni gəzməyə aparacağam. Həm də ki, məktəblər də demək olar ki, bitib. Uğrunda dərsləri artıq yüngülləşib. Dedim elə bu münasibətlə uşaqları aparım bir gəzdirim. Evdən çıxdıq, gəldik Hövsana, qaynımın oğlunu götürməyə. Uşaqlarla bir yerdə Rüzgarı da aparacağam. Avtobus gözləyirik burada. Avtobusla 28-ə getməliyik. Deməli qızlar, çox vaxt məsəl üçün gəzintiyə falan gedəndə qaynımın oğlunu da götürürük uşaqlarla bir yerdə. Amma əksəriyyət vaxt yoldaşımla bir yerdə gedirik. İlk dəfədir ki, belə üçünü gəzintiyə çıxardacağam. Düzdür, arada belə restorana falan aparmışam, amma evdən restorana gedib bir də qayıtmışıq da. Yəni rahat olub gedib gəlməyimiz. Görək bu üç uşaqla mənim bugünkü gəzintim necə keçibdi. Deməli metroya mindik, gəldik, içəri şəhərdə düşdük. Burada düşməyimin məqsədi o idi ki, uşaqları əsas bulvarda Kəndi Fest yarmarkası açılıbdı. Ora aparmaq istəyirəm. Yəni məkan olaraq bulvarın həmin hissəsi içəri şəhərə daha yaxın idi. Həm də ki qızlar, mən bu Filarmoniya bağını çox nətər deyim, sevirəm də. Yəni bura gələndə mənim sanki ruhum dincəlir. Biraz da xatirələrim canlanır. Xatirələrim də nədən ibarətdir? Tələbəlik illərimin sonuncu 4-cü kursunu demək olar ki, mən bu Filarmoniya bağında keçirtmişəm. Yəni onda daha çox belə tez-tez şəhərə falan çıxırdıq. Çox vaxt da yəni bu Filarmoniya bağında vaxt keçirdirdik uşaqlarla. Elə orada gəzə-gəzə uşaqlara biraz tələbəlik xatirələrimdən danışdım. Sonra gəldik bulvara. Heç mən bu tədbirdən xəbərim yox idi. Deməli, Yaxt klub tərəfdə keçmişdən bu günə maşın markalarının belə bir sərgisi var idi. Həm klassik maşınlar, klassik sport maşınlar sərgilənirdi, həm də ki, son dönəmlər müasir dövrün maşınları sərgilənirdi. Təbii ki, Mehrindən çox Rüzgarla Uğura maraqlı idi bura. Amma girdik, yəni sonuna qədər gəzdik. Bütün maşınlara bir-bir baxdılar. Ürəkləri istəyən kimi şəkillər falan çəkdirdilər. Öz aralarında belə müzakirəsini falan da apardılar. Yəni bunların hamısının markalarını tanıyırlar da. Onlar mənim əksinə tanış edirdilər. Deməli o sərgiyə baxdıq. Daha sonra başladıq bulvarda gəzişməyə. Burada da belə bir, bilmirəm, yarış idi ya nə idi, amma yelkənli qayıqlar üzürdü. Uşaqlara popkorn aldım, sonra bu əjdaha nəfəsi deyilən kukruzlardan aldım. Və gəldik, çıxdıq Kəndi Festə. Bilmirəm, yəni burayla tanış olmusunuz yoxsa yox. Onsuz da yəni internetdə hər birimizin qabağına çıxıb, mütləqdir ki, sizin də qarşınıza çıxıbdır. Çox maraqlı yerdir, çox əyləncəli yerdir. Uşaqları aparmağa dəyər bir yerdir. Deməli, bir sıra ancaq dondurma, şirniyyat belə restoranların stendi idi. Bir sıra isə yemək stendi idi. Yəni ki, pizza, lahmacun, yəni bildiyimiz restoranların filiallarını, stendlərini belə deyək, qurublar. Çox da şirindir, görkəm olaraq da çox gözəldir. Bu hissədə yeni ildə, Novruzda yarmarkalar təşkil olunur. Amma belə bir yarmarka deyim, yoxsa amma adı festivaldır da, yəni festivalmı deyim, ilk dəfə idi görürdüm. Maraqlı dondurma növləri var idi. Uşaqlar belə dondurmalar istədilər.
Sonra meyvələr var idi. Yəni ki, istədiyiniz, hər bir şey var da. Getsəz kimin zövqü nədirsə, yəni kimin damaq dadı nədirsə, hər zövqə, hər damaq dadına uyğun yemək tapa bilərsiniz burda. Iceburger satırdılar. Düzdür, bunun dadını elə də çox tərifləmirlər deyə uşaqlar həvəs elədilər, amma almadım. Bildim ki, yəni yaxşı deyilsə elə orada da qalacaq. Uşaqlar nəm limonad aldılar, su aldılar. Belə oturmağa yerlər var idi. Bu stollar yəni sərbəstdir də, hansısa restorana aid deyil. Oradan nə istəyirsiniz alıb əyləşə bilərsiniz. Belə çadır kimi yerlər düzəltmişdilər istirahət etmək üçün, oturmaq üçün. Sonra oyunlar olan bölmə var idi. Burada da oyuncaq falan belə şeylər satırdılar. Artıq günorta yeməyinin də vaxtı idi deyə uşaqlar hot-dog istədilər. Onlara pendirli hot-dog aldım. Amma aldığım restoranın adı yadımda qalmadı. Özümə kumpir aldım. Hot-dog da o qədər böyük idi ki, heç uşaqlar sona qədər yeyə bilmədilər. Oradan çıxdıq qızlar. Oradan əslində müvəqqəti çıxdıq, sonra yenə də qayıdacağıq. Çünki 3-dən 4-ə qədər dedilər bura bağlı olacaq. Mənim də çoxdan fikrimdə var idi ki, uşaqları gəmiyə aparım, gəmi gəzintisinə və üzü Park Bulvara tərəf, dəniz vağzalına tərəf qalxmağa başladıq. Arada oturduq, belə dincəldik. Elə dincəldiyimiz yerdə də fontanları açdılar. Oturduğumuz yerlə üzbəüz uşaqlar baxdılar ki, tut ağacı var. Qara tut idi. Düzdür, tam yetişməyib, amma getdilər, biraz yedilər. Və dincələndən sonra biraz da yolumuza belə davam elədik. Gəldik, çıxdıq gəmiyə. Elə biz gələn vaxtda gəmi artıq sahilə yanaşırdı, gəlirdi. Kifayət qədər də növbə var idi qızlar. Gəmiyə giriş 5 manat idi. Artıq uşaqlar da 6 yaşdan yuxarı olduğu üçün hər birimizə 5 manat ödədim. Yəni ümumilikdə 20 manat ödədim. Bilet verdilər. O biletlərlə içəri keçdik. Belə bir biletlər idi. İlk dəfə idi olurduq qızlar. Düzdür, mən İstanbulda gəmiyə minmişəm. 2-3 dəfə minmişəm Boğazda. Yəni 2-3 saatlıq turlarda olmuşam. Amma Azərbaycanda ilk dəfə idi ki, mən gəmiyə minirdim. Uşaqlar üçün də maraqlı gəldi. Mehrin ümumiyyətlə heç minməmişdi. Uğur isə olub. Qayığa, lotkaya belə minən vaxtları olub, katamarana minən vaxtları olub. Mehrin də bir dəfə katamaranda olubdu, amma belə gəmidə olmayıbdı. Ən çox da Mehrinə maraqlı gəldi. Biraz çöldə oturduq. Sonra gördüm ki, yox, çox gün vurur. Keçdik içəridə restoranda oturduq. Onu deyim ki, restoranda qiymətlər çox baha idi qızlar. Yəni bir banka füsti təsəvvür edin ki, 5 manat idi. Uşaqlar çox susamışdılar, sərin bir şey istəyirdilər. Mən də susamışdım. Məcbur alıb içdik, amma yəni gedəsi olsaz özünüzlə suyunuzu götürün. Belə deyək. Daha sonra mən də uşaqlarla çıxdım gəminin göyərtəsinə. Oradan biraz belə mənzərəyə baxdıq. Artıq geri dönürdük. Çox xoşuma gəldi. Gəmi gəzintisi çox xoşuma gəldi. Bu qədər yəni yaxşı olacağını təsəvvür eləyə bilmirdim. Biraz da açıqcası minəndə qorxdum. İstər-istəməz gəmidir də, yəni. Biraz qorxum var idi, amma sonra qorxum da keçdi. Deməli gəmidən düşdük. Həmin hissəyə bulvarda gəzinti qatarı var. Qatara oxşuyur, amma maşındır təbii ki. Ona mindik. Bunun da qiyməti uşaqlar üçün 2 manatdır, böyüklər üçün 3 manatdır. Onu deyim ki, qızlar, belə götürəndə, yəni ümumi götürəndə qiymətlər çox bahadır. Yəni bir evdən 5 nəfər, 6 nəfər gəzintiyə çıxsa, yəni o gəzinti adama gəlib neçə manata başa gələr də. Yəni düşünürəm ki, özü də gərəksiz yerə bahaçılıqdır. Nəysə, baha da olsa mindik, o boyda yolu gəlmək istəmədik. Gəldik təzədən bir də Kəndi Festə qayıtdıq. Artıq biz gələndə burada tamaşa başlamışdı. Pulsuz cırtdan tamaşası göstərilirdi. Uşaqlar biraz tamaşaya baxdılar. Daha sonra isə gəldik
oyun çadırına girdik. Burada bir uşağın girişi 5 manat idi qızlar və limitsiz idi. Elə bil səhər saat 9-dan gəlib axşam saat 11-ə qədər uşaqlar içəridə oynaya bilər. İstəyər məsəl üçün 3 saatlıq, 4 saatlıq çıxar və yenidən qayıda da bilər. Yəni sərbəst idi. Sərbəst deyəndə, yəni ödəniş eləyənlərin hər birinin əlinin üstünə belə peçat kimi möhür, yəni var idi, onu vururdular. O möhür nə qədər ki əlinizdə olurdu, içəri girə bilirdiniz. Özümə də mochi aldım, bubble tea aldım. Bir də uşaqlar qağdalı istədilər. Daha doğrusu Mehrin qağdalı istədi. Ona da aldım, biraz dedim soysun, onlar oynayana qədər. Və Papa John'sdan pizza götürdüm ki, uşaqlar yesinlər. Bu da bizim elə bil axşam yeməyimiz kimi oldu. Çünki o tərəfə gedib gələnə qədər artıq uşaqlar acmışdılar. Papa John'su çox bəyəndim. Uzun müddət idi yeməmişdim pizzalarını. Həm pizzaları dadlı idi, ondan da əlavə orada çox da gözləmədik. Mən düşündüm ki, pizzanı bişirəcəklər, amma bişirmədilər. Bu formada hazır elə belə duxovkalarda qoymuşlar, isti-isti. Yaxşı yedik yeməyimizi. Daha sonra mən də uşaqlarla bir yerdə oyun çadırına qayıtdım. Dediyim kimi maraqlı oyunlar var idi. Bir də ki oyunlar hamısı qızlar diqqət elədinizsə taxtadan hazırlanmışdı. Yəni elektronik bir şeylər yox idi. Bir də bilirsiniz necə oyunlar idi? Sanki öyrədici oyunlar idi. Düşündürücü oyunlar idi da. Yəni boş-boş maşın sürmək, nə bilim, avtomat atmaq belə oyunlar deyil idi. Belə maraqlı şeylər var idi. Digərlərini elə də çox çəkmədim. Bu oyun ümumiyyətlə çox maraqlı idi. 3-4 tur uşaqlar oynadılar. Və yavaş-yavaş uşaqlara da dedim ki, siz də yekunlaşın, artıq çıxaq gedək evə. Kifayət qədər gəzdik. Yəni səhərdən çıxdıq, axşama qədər gəzdik. Burada da artıq sonlara doğru yaxınlaşırdıq. Bunu heç fərqinə varmamışdım. Burada belə bir aksesuar var idi, uşaqların da marağına gəldi. Şəkillərini falan çəkdim. Gəldiyimiz yolla da təzədən qayıdırıq evimizə. Elə içəri şəhərdən qayıdacağıq. Axşama doğru ümumiyyətlə belə hava yaxşı sərinlədi. Lap rahat gəzdik. Bu Candy Fest 2 ay davam eləyəcək. Avqusta qədər davam eləyəcək. Mən uşaqları indidən apardım. Onsuz da yəni aparasıydım. Amma dedim ki, havalar çox da isinməmiş gedək. Axşamlar və həftə sonları bilirsiniz ki, şəhərdə adam çox olur. Biz çox yaxşı vaxtda getdik. Səhər ümumiyyətlə heç kim yox idi. Amma axşamüstü qaydanda biraz adam artmışdı. Yəni yaxşı vaxtda getdik. Uşaqlar da çox razı qaldı gəzintidən. Çox bəyəndilər. Əməli başlı istirahət etmiş oldular. Düzdür, ayaqlarımız çox ağrıdı, amma əsas odur ki, uşaqlar yaxşı gəzdilər. Verdiyim sözü, yəni tutdum. Ən çox da Mehrinə qarşı. Düzdür, məni çox yordular. 3 uşaqdan həqiqətən çətindir. Yəni 2 nəfər özümkiləri aparanda belə 4 gözüm açılırsa, 3 nəfərlə ümumiyyətlə, yəni ki,